Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə mərkəzə yaxın Bravo Marketin tam arxasında sizin üçün mərkəzi trasa da yaxın paket qupçalı 5 otaqlı evin çəkilişinə gəlmişik değerli izləyicilərimiz. Evimiz komfortlu, Euro remontdur. Həqiqətən də gözəl evdir. Həyətimizdə belə bir ayaq yolu hazırlanıbdır. Təbii ki, buranı da düzəldir. Çox cüzi xırda işləri qalıbdır. Gazımız, ışığımız, suyumuz daimdir. Bu hissədə evimizin ön hissəsidir. Həyətimizdə də 2 maşın, 3 maşın rahat daxil olunur. Evimizin sənəti ipotekaya yaralı. Yəni bank yolu ilə də götürə bilərsiniz bu evi. Yəni ipoteka ilə. Həm torpağın, həm də evin qupçası var dostlar. Girişdə sol tərəfdə bizim böyle bir qonaq otağımızdır, qəşəng, geniş, tam ətraflı çəkim üçün istif oldu değerli dostlar. 1 ilə 2'nin arası beton monolitdir. Burada da bizim böyle bir geniş mətbəximizdir, qəşəng genişdir, gözəl, zövqə uyğun mebel yığılıbdır və aşağı mərtəbədə bir yataq otağı buradadır dostlar. Burada da bizim sanuzelimizdir. Sanuzelimiz maşallah geniştir. Her bir şey aksesuarlardan kimi qoyulubdur. Bu hissədə bizim şkafımızdır. Təbii ki, şkafın güzgülüyü qoyulacaq və kombimiz də ora qoyulacaq. Yəni evimizin kombisi verilir dostlar. Keçəyin, qalxağın evin 2-ci mərtəbəsinə. Işıqlarımız sensorlandı. Keçin. Bura bizim 2-ci mərtəbəmizdir. Çox qəşəng evdir, gözəl evdir, səliqəli evdir. Keyfiyyətlə dikilmiş bir evdir dostlar. Burada bizim bir yataq otağımızdır. Və bu bizim 2-ci yataq otağımızdır. Üstümüz asılıb, lamıçkaları yoxdur. Televizor kabelinə kimi, kondisionerin yerinə kimi qoyulubdur dostlar. Göstərmişsiniz. Və bu yataq otağından da sanuzelə giriş var. 5 otaqlı evdir. Bu da bizim yuxarıdakı 3-cü yataq otağımızdır. Və koridorda əlavə olaraq sanuzelimiz. Evin 3 tane sanuzeli var, 5 otaqdır. Və burada bizim qonaq otağımızdır. Estağfurullah, üzülürsən sizlərlə. Balkonumuzdur dostlar. Ətraf yaşayışdır. Değerli izləyicilərimiz, evimizin qiyməti 173.000 manata deyilir. İnşallah gəlinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah varını satanda xeyir versin. Sağ olun, var olun.